Salam, bura Zığ qəsəbəsidir. Və bax, bu stadionun yanıdır. Bələdiyyə çox təşəkkür edirəm. Nəhayət ki, mən bilirəm də Zığda bələdiyyə kimdir. Arzu xanıma təşəkkür edirəm. Hər dəfə bax buranı, keçən dəfə də xahişimdən sağ olsunlar, buranı təmizlədilər. Aparıcı Aytən Səfərova Zığ qəsəbəsinin sakinlərindən şikayətçidir. Bu barədə o sosial media hesabında paylaşım edib. O yerə zibil atan sakinləri tənqid edib. Bura Zığ qəsəbəsidir, stadionun yanıdır. Bələdiyyə keçən dəfə mənim xahişimlə buranı təmizlədi. Ay insanlar, buranı niyə bu günə qoyursunuz? Bir şey olan kimi deyirsiniz ki, Aytən xanım filan məsələdə kömək edin. Siz burada yaşayırsınız, övladlarınız buradan keçir. Sonra deyəcəksiniz ki, Aytən pis qonşudur. Pis qonşu olan sizsiz. Baxın, belə şey olar, söz tapa bilmirəm. Bu nədir belə? Ayıbdır. Buranı başqa qadınlar əziyyətlə yığışdırır, amma siz gəlib zibilləyirsiniz. Keçən dəfə buranı gül kimi etmişdilər. Bax, indi zirzibildir. Bu zibili aparıb zibilxanaya atın. Ayıbdır, belə şey olar. Burada pinti insanlar yaşayır. Aparın bu mirəti atın da zibilxanaya. Ayıbdır, vallahi ayıbdır. Belə şey olar. Pintixanadır bura. Pintixana, pinti insanlar yaşayır burada.